Opioid dozalanması ilə bağlı nalokson məsələsinə qayıdaq. İctimaiyyətə açıq nalokson PAN proqramları nə deməkdir? Opioidlərdən məsələn heroin, fentanil, bəzi ağrı kesicilər yüksək dozada qəbul nəfəsin dayanmasına və nəticədə ürək dayanmasına səbəb ola bilir. Bu, xüsusilə ABŞ-da böyük bir problemdir. Nalokson, ticarət adı narkan, bu opioidlərin təsirini çox tez bir zamanda bloklayan bir dərmandır. Bir növ antidotdur. Yəni həyat qurtara bilər. Bəli, əgər vaxtında tətbiq olunsa. PAN proqramları o deməkdir ki, nalokson təkcə təcili yardımda və ya xəstəxanada deyil, həm də ictimaiyyət üçün əlçatan olur. Məsələn, resepsiz satıla bilir, risk qrupunda olanlara və onların ailələrinə pulsuz paylanılır, ictimai yerlərdə aidələrin yanında saxlanılır. Adi vətəndaş bunu istifadə edə bilər, qorxmaz ki. Baxın, burada maarifləndirmə və qanunvericilikdə rol oynayır. İnsanlara naloksonun necə istifadə ediləcəyi öyrədilməlidir. Çoxu burun spreyi şəklindədir, asandır. Və yaxşı Samariyalı qanunları olmalıdır ki, kömək etməyə çalışan şəxs sonradan hər hansı mənfi nəticəyə görə məsuliyyət daşımasın. Məqsəd bariyerləri aradan qaldırmaqdır. Aydındır. Zəncirin növbəti halqası. Təcili yardım dispaçerləri. Onların rolu həqiqətən kritik səslənir. Həyati əhəmiyyətlidir. Düşünün, zəncirin ilk professional halqası onlardır. 3 əsas vəzifələri var. Birincisi, telefonla ürək dayanmasını mümkün qədər tez tanımaq. Bu həmişə asan olmur, çünki zəng edər çox həyəcanlı olur. Bəzən xəstə qəribə xırıltılı nəfəs alır, aqanal nəfəs və bunu ürək dayanması kimi qəbul etməyə bilərlər. İkinci vəzifə nədir? İkincisi, dərhal doğru ünvana təcili yardım göndərmək. Ünvanı dəqiqləşdirmək çox vacibdir. Və üçüncüsü, bəlkə də ən vacibi, təcili yardım gələnə qədər telefonla KPR təlimatları vermək. Yəni TCPR. Yəni dispatcher telefonda əllərinizi belə qoyun, sinəni bu qədər basın, bu sürətlə edin deyə təlimat verir. Bəli, addım-addım. Və bunun nə qədər effektiv olduğu sübut olunub, TCPR alan hadisələrdə kənar şəxslərin KPR göstərmə ehtimalı qat-qat artır və bu da sağ qalma şansını yaxşılaşdırır. Deməli, dispatcherlərin təlimi və işlərinin keyfiyyətinə nəzarət çox vacibdir. Mütləq. Onların ürək dayanmasını tanıma, təlimat vermə bacarıqları mütəmadi olaraq qiymətləndirilməlidir və təkmilləşdirilməlidir. Hətta indi video zənglə təlimat vermə imkanları da araşdırılır. Uşaqlarda isə fərq var. Təkcə sinə kompressiyaları deyil, ağızdan ağıza nəfəs vermənin də təlimatlandırılması daha çox tövsiyə olunur. Gəldik reanimasiyanı bilavasitə həyata keçirən komandaya. Həm xəstəxana xaricində, həm də daxilində. Komandanın tərkibi, rolların bölünməsi, bunlar nə qədər önəmlidir? Çox önəmlidir. Effektiv komanda işi KPR-in keyfiyyətini və nəticələrini birbaşa təsir edir. İstər küçədə təcili yardım briqadası olsun, istərsə də xəstəxanada reanimasiya komandası, əsas prinsiplər eynidir. Kifayət qədər sayda, yaxşı təlim keçmiş personal və aydın şəkildə müəyyən edilmiş rollar. Pit Crew modeli deyilir buna bəzən, hə? Formula 1-dəki kimi. Bəli, o analogiya çox istifadə olunur. Yəni, hər kəsin öz vəzifəsi var. Biri kompressiya edir, biri hava yolunu təmin edir, biri dərmanları verir, biri defibrilyatoru idarə edir, biri də liderliyi edir və vaxtı qeyd edir. Hamı eyni anda danışmır, hərəkətlər koordinasiyalıdır, bu xaosun qarşısını alır və effektivliyi artırır. Xəstəxana xaricində OHCA, yüksək səviyyəli ILS personalının olması fərq yaradırmı? Məlumatlar göstərir ki, bəli, təcrübəli paramedik kimi ALS klinisistin olması bəzi hallarda nəticələri yaxşılaşdıra bilər. Amma bu, sistemin necə qurulduğuna bağlıdır. Xəstəxana daxili İHÇA üçün isə bəzi yerlərdə xüsusi, sırf reanimasiya ilə məşğul olan komandalar Dedicated Resuscitation Teams yaradılır ki, onlar daha təcrübəli olurlar. Komandaya fərqli ixtisasların cəlb edilməsi də faydalı ola bilər. Məsələn, əczaçı. Bəli, xüsusilə xəstəxana daxili kodlarda əczaçının komandada olması dərmanların daha tez və doğru dozada hazırlanmasına, potensial dərman əlavə təsirlərinin nəzərə alınmasına kömək edə bilər. Bu da təlimatlarda qeyd olunan yaxşı təcrübələrdən biridir. Reanimasiya bitdi. Xəstə ya sağ qaldı, ya da təəssüf ki, yox. Sonra nə baş verir? Komanda sadəcə dağılışır, yoxsa? Yox, ideala görə dağılmamalıdır. Çox vacib bir mərhələ var. Debriefing. Bu, hadisədən sonra komandanın bir araya gələrək nəyin yaxşı getdiyini, nəyin problemli olduğunu, nəyi fərqli etmək lazım olduğunu müzakirə etməsidir. Məqsəd səhvləri tapıb kimisə günahlandırmaqdır?
Qətiyyən yox. Məqsəd öyrənmək və gələcək performansı yaxşılaşdırmaqdır. Debriefing konstruktiv və dəstəkləyici mühitdə aparılmalıdır. İki növü var. İsti debriefing, hadisədən dərhal sonra, qısa, əsas məqamları müzakirə etmək üçün və soyuq debriefing, bir neçə gün və ya həftə sonra daha ətraflı məlumatlar analiz edildikdən sonra keçirilən müzakirə. Hansı məlumatlar? Məsələn, müasir defibrilyatorların çoxu KPR keyfiyyətini qeydə alır. Kompressiya dərinliyi, sürəti, fasilələrin uzunluğu və s. Bu obyektiv məlumatları debriefing zamanı istifadə etmək çox faydalıdır. Biz düşündüyümüz qədər yaxşı kompressiya etmişikmi sualına cavab verir. Təcrübəli bir fasilitatorun rəhbərliyi ilə aparılan bu cür debriefinglər komandanın inkişafı üçün əla vasitədir. Xəstəxana xaricindəki ürək dayanmalarında OHCA tez-tez rast gəlinən bir sual. Xəstəni KPR davam edərkən təcili yardım maşını ilə xəstəxanaya aparmaq daha yaxşıdır, yoxsa hadisə yerində qalıb spontan qan dövranının bərpasına, yəni ROSC-a, nail olmağa çalışmaq? Hansı daha doğrudur? Bu, həqiqətən də çox vacib və praktikada çox müzakirə olunan bir məsələdir. Tarixən yüklə və get, load and go yanaşması üstünlük təşkil edirdi. Amma son illərdə sübutlar daha çox hadisə yerində müalicə, treat on scene yanaşmasını dəstəkləyir. Niyə? Səbəbi nədir? Əsas səbəb KPR keyfiyyətidir. Hərəkət edən təcili yardım maşınının içində yüksək keyfiyyətli, fasiləsiz sinə kompressiyaları etmək demək olar ki, mümkün deyil. Kompressiyalar ya dayandırılır, ya da çox səthi olur. Həmçinin daşınma zamanı defibrilyasiya və digər müdaxilələr də çətinləşir və gecikir. Bu da sağ qalma şansını kəskin şəkildə azaldır. Yəni, əksər hallarda hadisə yerində qalmaq daha yaxşıdır. Bəli, təlimatlar deyir ki, əksər böyüklər və uşaqlar üçün xüsusi hallar istisna olmaqla, məsələn, hipotermiya, boğulma və ya ECPR üçün potensial namizədlər. Hadisə yerində yüksək keyfiyyətli KPR-yə fokuslanmaq və ROSC əldə etməyə çalışmaq daha üstündür. Əgər müəyyən müddət ərzində ROSC olmursa, o zaman teor protokolları tətbiq edilə bilər. Amma bu, təcili yardım işçiləri üçün də çətindir yəqin. Hadisə yerində ölümü təsdiqləmək, ailəyə xəbər vermək. Çox çətindir. Ona görə də bu yanaşma təkcə protokolları deyil, həm də personalın bu cür vəziyyətlərlə başa çıxmaq üçün xüsusi təlimini, kommunikasiya bacarıqlarını və psixoloji dəstəyini tələb edir. İctimai defibrillyasiya, PED, yəni AED-lərin əlçatanlığı məsələsinə toxunduq. Bu, sistemin vacib bir hissəsidir. Şübhəsiz. AED-lər ürək dayanmasının bəzi növlərində əsasən qəfil başlayan mədəcik fibrilyasiyası, həyat qurtaran yeganə müdaxilədir. Onların insanların çox olduğu yerlərdə olması, qeydiyyatının aparılması, harada yerləşdiyini bilmək üçün və mobil texnologiyalar vasitəsilə, məsələn, dronlarla, hadisə yerinə daha tez çatdırılması kimi yeniliklər sağ qalmanı artıran vacib sistem elementləridir. Qabaqcıl qayğı sistemlərinə gəldikdə, ürək dayanması mərkəzləri, CSS konsepsiyası var. Bunlar nədir tam olaraq? CU-lar ürək dayanmasından sonra sağ qalan, yəni ROSC əldə edilən xəstələrə, yüksək səviyyəli ixtisaslaşmış qayğı göstərən xəstəxanalardır. Bu qayğıya nələr daxildir? Məsələn, 24 saat fəaliyyət göstərən kateter laboratoriyası, təcili anjioqrafiya və stentləmə üçün, hədəflənmiş temperatur idarə etməsi, TTM, beyin funksiyalarının dəqiq qiymətləndirilməsi və proqnozlaşdırılması üçün nevroloji xidmətlər, reabilitasiya xidmətləri və s. Yəni, bütün xəstəxanalar bu səviyyədə xidmət göstərə bilmir? Xeyr. Ona görə də ideya budur ki, ürək dayanmasından sonra sağ qalan xəstələr, xüsusilə komada olanlar, birbaşa bu cür ixtisaslaşmış mərkəzlərə yönləndirilsin. Müşahidə tədqiqatları uzun müddət bu yanaşmanın faydalı olduğunu göstərmişdi. Amma deyəsən, son tədqiqatlar nəticələri biraz qarışdırıb. Bəli, son vaxtlarda aparılan böyük, randomizə olunmuş klinik sınaqlar, RCT, ürək dayanması xəstələrinin hamısını birbaşa siyasilərə aparmağın sağ qalmanı əhəmiyyətli dərəcədə yaxşılaşdırdığını təsdiqləmədi. Bu, biraz təəccüblü oldu. İndi müzakirələr gedir ki, bəlkə də bütün xəstələri yox, yalnız müəyyən xüsusiyyətləri olanları siyasiyə göndərmək lazımdır. Və ya siyasilərin hansı konkret komponentləri həqiqətən fərq yaradır? Bu suallara hələ dəqiq cavab yoxdur. ACPR üçün də yəqin ki, oxşar mərkəzləşmə məsələsi var. Tamamilə. ACPR çox yüksək texnologiya və təcrübə tələb etdiyi üçün onun hər xəstəxanada tətbiqi mümkün deyil
və məqsədə uyğun da deyil. Ona görə də ACPR üçün də regional, təcrübəli mərkəzlərin yaradılması və xəstələrin ora yönləndirilməsi tövsiyə olunur. Burada əsas məsələlər nədir? Birincisi, düzgün xəstə seçimi. Kim ECPR-dan həqiqətən fayda görə bilər? Çox yaşlı, çox yanaşı xəstəliyi olan və ya KPR-ın çox uzun müddət davam etdiyi xəstələrdə fayda azdır. Seçim meyarları həm faydanı maksimallaşdırmalı, həm faydasızlıqdan qaçmalı, həm də ədalətli olmalıdır. İkincisi, kanülyasiya təcrübəsi. O boruların damarlara sürətli və təhlükəsiz yeridilməsi. Perkutant dəridən keçməklə üsula üstünlük verilir. Üçüncüsü, xəstənin həmin mərkəzə çox sürətlə çatdırılması. Xəstəxana xaricindəki ürək dayanmalarında ECPR üçün daşınma effektivdirmi? Bu da mübahisəlidir. Bəzi RCT-lər fayda göstərib, bəziləri yox. Sürətli daşınma özü də KPR keyfiyyətini poza bilər və risklidir. Odur ki, OHCA üçün ECPR-ın rolu və optimal logistikası hələ də araşdırılır. Və nəhayət gəldik zəncirin son, amma heç də az əhəmiyyətli olmayan halqasına, bərpa. Sağ qalanların sonraki həyatı. Ürək dayanmasından sağ çıxmaqla iş bitmir, elə deyilmi? Qətiyyən. Əslində, bu çox vaxt uzun və çətin bir yolun yalnız başlanğıcıdır. Ürək dayanması beyin də daxil olmaqla bütün orqanlara təsir edir. Sağ qalanların çox böyük əksəriyyəti müxtəlif problemlərlə üzləşir. Nə kimi problemlər? Fiziki problemlər, yorğunluq, əzələ zəifliyi, hərəkət məhdudiyyəti, ağrılar. Kognitiv problemlər, yaddaşsızlıq, diqqət cəmləməkdə çətinlik, düşünmə sürətinin azalması və çox geniş yayılmış emosional və psixoloji problemlər, depressiya, həyəcan pozuntusu, travma sonrası stres pozuntusu, TSDP, ölüm qorxusu. Bunlar insanın həyat keyfiyyətinə, işinə, ailə münasibətlərinə çox ciddi təsir edir. Bəs bu problemlərlə necə mübarizə aparmaq olar? Sistem nə təklif edir? Təlimatlar vurğulayır ki, bərpa prosesi xəstəxanadan çıxmazdan əvvəl başlamalıdır. Sağ qalanların fiziki, kognitiv və psixoloji vəziyyəti qiymətləndirilməli, potensial problemlər müəyyən edilməli və onlar üçün fərdi bərpa planı hazırlanmalıdır. Bu plana fizioterapiya, ergoterapiya, loqopedik yardım, psixoloji dəstək və lazım gəldikdə dərman müalicəsi daxil ola bilər. Xəstəxanadan sonra da davam etməlidir. Mütləq. Sağ qalandan sonra ilk aylar, hətta illər çox vacibdir. Davamlı izləmə, reabilitasiya proqramları, dəstək qrupları çox kömək edə bilər. Və bu dəstək təkcə sağ qalana deyil, onun ailəsinə, yaxınlarına da şamil edilməlidir. Onlar da böyük stres yaşayırlar və qayğı yükünü daşıyırlar. Hətta xilas edicilərin üçün də vacibdir, deyilir. Co-survivorlar. Bəli, bu yeni bir termindir. Yəni, təkcə xəstə deyil, onunla birlikdə bu travmanı yaşayan hər kəs, ailə, dostlar, hətta hadisə yerində olan və ya müalicədə iştirak edən xilas edicilər, tibb işçiləri də bu prosesin bir parçasıdır və onların da ehtiyacları nəzərə alınmalıdır. Bərpa həqiqətən də komanda işidir. Bütün bu sistemlərin profilaktikadan tutmuş bərpaya qədər nə dərəcədə effektiv işlədiyini, harada boşluqlar olduğunu necə bilirik? Yaxşılaşdırmaq üçün nə lazımdır? Məlumat. Məlumat və yenə də məlumat. Məlumat olmadan nəyin işlədiyini, nəyin işləmədiyini bilmək mümkün deyil. Buna görə də ürək dayanması hadisələri haqqında keyfiyyətli məlumatların toplanması və analizi kritik əhəmiyyət kəsb edir. Bunun üçün xüsusi sistemlər var. Bəli. Məsələn, AHH-nın ABŞ-da çox geniş istifadə olunan iki böyük registri var. Xəstəxana daxili ürək dayanmaları üçün Get-Bit the Guidelines Resuscitation və xəstəxana xaricindəki hadisələr üçün CARES, Cardiac Arrest Registry to Enhance Survival. Bu registrlər minlərlə xəstəxanadan və təcili yardım sistemindən standartlaşdırılmış məlumatları toplayır. Standartlaşdırılmış nə deməkdir? Yəni, hamı eyni məlumatları, eyni formatda toplayır. Məsələn, Utstein şablonu deyilən beynəlxalq bir standart var ki, ürək dayanması ilə bağlı hansı məlumatların, xəstənin demoqrafik göstəriciləri, hadisənin detalları, müdaxilələr, nəticələr toplanmalı olduğunu müəyyən edir. Bu, fərqli sistemləri, fərqli regionları müqayisə etməyə, ən yaxşı təcrübələri müəyyən etməyə və keyfiyyəti artırmaq üçün hədəflənmiş tədbirlər görməyə imkan verir. Məlumat gücüdür. Burada da belədir. Beləliklə çox aydın oldu ki, ürək dayanması ilə mübarizədə uğur qazanmaq, həyatları xilas etmək
təkcə ayrı-ayrı insanların bacarığından asılı deyil. Bu həm də dərin etik düşüncə, dəyərlərə hörmət və çox yaxşı qurulmuş, inteqrasiya olunmuş ədalətli qayğı sistemlərinin birgə nəticəsidir. Bugün sizinlə AHA-nın 2025 təlimatlarının etika və qayğı sistemləri hissələrinin düşünürəm ki, ən vacib məqamlarını ətraflı müzakirə etdik. Bəli. Və gördüyümüz kimi, cavablandırılmış suallarla yanaşı, hələ çoxlu cavabsız suallar və gələcək tədqiqatlar üçün geniş bir sahə var. CISC-lərin əsl rolu nədir? ECPR üçün ən optimal seçim meyarları və logistika necə olmalıdır? Süni intellektin potensialı və riskləri nələrdir? Və ən əsası, o dərin kök salmış bərabərsizlikləri necə həqiqətən aradan qaldıra bilərik? Amma bir məqam çox aydındır və təlimatlarda dəfələrlə vurğulanır. Bəli. İstər fərdi xəstə ilə bağlı etik qərarlarda, istərsə də bütün sistemlərin qurulmasında və resursların bölgüsündə ədalət və bərabərlik prinsipi mərkəzi yer tutmalıdır. Bu, bəlkə də bütün bu müzakirələrin əsas qayəsidir. Sizin üçün, əziz dinləyicilər, son bir düşüncə. Mənbələrdə bu qədər çox vurğulanan ədalət və bərabərsizlik məsələsini nəzərə alsaq, yaşadığınız yerdə sizin öz icmanızda reanimasiya sistemlərinin daha ədalətli, hər kəs üçün bərabər imkanlar yaradan bir sistem olmasına şəxsən siz necə kiçik bir töhfə verə bilərsiniz? Bəlkə elə bugün KPR kursuna yazılmaqla, bəlkə iş yerinizdə və ya yaşadığınız binada EID cihazının quraşdırılması məsələsini qaldırmaqla. Hansı kiçik addım sizin icmanızda fərq yarada bilər? Bu barədə düşünməyə dəyər.